Salam uşaqlar. Bugünkü dərsimizdə biz oksigen elementi və bu element atomlarının əmələ gətirdiyi bəsit maddələrlə tanış olacaq. Bu maddələrin alınma üsullarını öyrənəcəyik. Oksigen ilk dəfə olaraq 1772-ci ildə İsveç alimi Scheele tərəfindən kəşf olunmuşdur. Oksigen elementinin şərti işarəsi onun latın dilində olan adının baş hərfi, O hərfi ilə işarə olunur. Kimyəvi elementlərin dövr sistem cədvəlində bu elementin sıra nömrəsi 8-dir. Bu element təbii birləşmələrdə 3 izotopuna rast gəlinir. Bu izotopların hər birinin nüvəsində gördüyümüz kimi 8 proton vardır. Bu atomlar bir-birindən kütlələri ilə fərqlənir. Təbiətdə əsasən birləşmələrin tərkibində 8-16 izotopuna daha çox təsadüf edilir. Oksigen təbiətdə ən geniş yayılmış elementdir. O, birləşmələr şəklində torpağın tərkibində, suyun tərkibində, süxurların, müxtəlif mineralların tərkibində təsadüf edilir. Eyni zamanda bütün canlı orqanizmlərin tərkibinə daxil olan birləşmələrin də tərkibində təsadüf edilir. Ümumiyyətlə, yer qabığının kütləsinin 49%-ni oksigen təşkil edir. Atmosfer havasının həcmcə 21%-ni, insan orqanizminin kütləsinin 65%-ni də oksigen təşkil edir. Oksigen atomları öz aralarında birləşərək iki bəsit maddə əmələ gətirir. Bunlar oksigen qazı və ozon qazıdır. Eyni element atomlarının müxtəlif bəsit maddə əmələ gətirməsi hadisəsinə allotropiya deyilir. Bu cür maddələrə isə allotropik şəkil dəyişmələr və yaxud allotropik modifikasiyalar deyilir. Allotropiya hadisəsi iki səbəbdən baş verir. Birinci, oksigen və ozon molekullarında olduğu kimi atomların sayının müxtəlif olması ilə və molekulun kristal quruluşunun müxtəlifliyinə əsaslanır. Məsələn, qrafit və almaz eyni atomlardan, karbon atomlarından təşkil olunsa da, onun molekulunun kristallik quruluşu bir-birindən fərqləndiyindən bunlar tamamilə bir-birindən fərqli maddələrdir. Oksigen bəsit maddə kimi atmosferdə və təbii suların tərkibində həll olmuş vəziyyətdə olur. Ümumiyyətlə, bildiyimiz kimi havanın tərkibində artıq təbiətşünaslıq kursundan da siz bunu bilirsiniz ki, sərbəst oksigen qazının həcmcə miqdarı 21%-dir. Havanın tərkibi haqqında dəqiq məlumat 1774-cü ildə fransız alimi Antoine Lavoisier tərəfindən elmə daxil edilmişdir. Lakin burada yeri gəlmişkən onu da qeyd etmək istərdim ki, Lavoisier'in kəşfindən 1000 il öncə, təqribən 8-ci əsrdə Mao Hua adlı Çin alimi havanın tərkibində tənəffüsə və yanmaya yardım edən qazın olması haqqında fikir irəli yürüdülmüşdü. Havanın tərkibinə fikir versək görürük ki, həcmcə 21% oksigendən, 78% azotdan, 0,3 və %5% arasında karbon qazından və nəhayət 1% isə təsirsiz qazlar, su buxarı və müxtəlif qarışıqlardan ibarətdir. Oksigen atomlarının əmələ gətirdiyi digər bir bəsit maddə ozon qazıdır. Ozon qazı yer səthindən 25-30 km hündürlükdə toplanaraq ozon qatını əmələ gətirir. Ozon qatı günəş şüalarının tərkibinə daxil olan ultrabənövşəyi şüaları tutub saxlayır. Onun planetə gəlib çatmasının qarşısını alır. Beləliklə, canlı orqanizmlərə öldürücü təsir göstərən ultrabənövşəyi şüalardan canlı orqanizmləri qorumuş olur. İndi isə oksigen və ozon qazlarının fiziki xassələri ilə tanış olaq. Adi şəraitdə oksigen qazı rəngsizdir. Yəni, qaz şəklindədir onun aqreqat halı. Mənfi 183 dərəcə temperaturda isə o çox açıq mavi rəngli mayəyə çevrilir. Mənfi 219 dərəcə temperaturda isə oksigen
göy rəngli kristallik maddə şəklində olur. Ümumiyyətlə, adi şəraitdə oksigen qazı rəngsiz, iysiz, suda pis həlli olan, molekulyar quruluşa malik olan qazdır. Ozon da oksigen kimi rəngsiz, lakin ondan fərqli olaraq xoş iyili qazdır. Mənfi 112 dərəcədə maye halına keçir, mənfi 193 dərəcədə isə donaraq kristallik maddə formasına keçir. Davamsız molekulyar quruluşa malik olan qazdır. Sıxlıqlarını müqayisə eləsək, ozon qazının sıxlığı oksigen qazının sıxlığından çoxdur. Bu da ona dəlalət edir ki, ozon qazının molar kütləsi oksigen qazının molar kütləsindən çoxdur. İndi isə oksigen qazının laboratoriyada alınma üsulu ilə tanış olaq. İlk dəfə olaraq 1772-ci ildə Şeyele oksigen qazını kalium nitrat duzunun parçalanmasından almışdır. Ondan bir qədər sonra, yəni 1774-cü ildə Priestley civə oksidini parçalamaqla sərbəst oksigeni ala bilmişdir. Laboratoriyada eyni zamanda oksigeni suyun elektrolizindən də almaq olar. Bu şəkildə suyun elektroliz prosesi təsvir olunubdur. Elektrolizin mahiyyəti barədə yuxarı siniflərdə daha ətraflı danışacağıq. Laboratoriyada oksigeni almaq üçün ən səmərəli üsul hamımızın marqanitsovka kimi tanıdığımız kalium permanganatın parçalanması ilə almaq olar. Bunun üçün bir qədər kalium permanganatı sınaq şüşəsinin içərisinə yerləşdirib, sınaq şüşəsinin ağzını tıxacla möhkəm bağlayırıq və tıxacın içərisindən qazana paran borunu keçiririk. Həmin bu qaz aparan borunu isə boş kolbanın içərisinə yerləşdiririk. Kalium permanganatı qızdırdıqda bir müddətdən sonra həmin bu qaz aparan borudan oksigen qazı çıxmağa başlayacaq. Sınaq şüşəsində və kolbada həqiqətən də oksigen qazının toplandığını müəyyən etmək üçün bu kolbanın içərisinə közərmiş çöpü daxil etmək kifayət edər ki, közərmiş çöp anındaca alovlanıb yanmağa başlayır. Bu bir daha sübut eləyir ki, kolbanın içərisində həqiqətən də oksigen qazı toplanmışdır. Artıq təbiət şünaslıq kursundan da bilirsiniz ki, oksigen qazı yanmaya kömək edir. Digər bir səmərəli üsul oksigeni almaq üçün hidrogen peroksid məhlulunun parçalamaqla və yaxud kalium xlorat duzunu, buna Bertolli duzu da deyilir, parçalamaqla da almaq olar. Bu reaksiyanın tənliyinə fikir versəz görürsünüz ki, oxun üzərində mangan 4 oksid yazılıbdır. Bu maddəni hidrogen peroksid məhlulunun içərisinə daxil etdikdə və yaxud da ki, kalium xlorat duzu ilə qarışdırdıqda heç qızdırma getmədən həmin bu maddələr şiddətlə parçalanmağa başlayır. Burada reaksiyanın çox şiddətlə getdiyini müşahidə edirik və hər iki reaksiyada sərbəst oksigen alınır. Mangan 4 oksid katalizatordur. Əgər, məsələn, bax, bu birinci reaksiya zamanı hidrogen peroksidi mangan 4 oksidin iştirakı ilə parçalanması zamanı oksigen qazı ayrılır və bu zaman kolbada qalan suyun içərisində biz qara rəngli tozun olduğunu müşahidə edərək. Əgər bunu biz filtr kağızından süzsək və tərəzidə çəksək, onda müşahidə edərik ki, toplanmış mangan 4 oksidin kütləsi elə reaksiyadan əvvəl götürdüyümüz kütləsi ilə eynidir. Yəni, burada heç bir itki baş verməmişdir. Bu onu göstərir ki, mangan 4 oksid reaksiyanın sürətini sürətləndirmiş, lakin son reaksiya məhsullarının tərkibinə daxil olmamışdır. Beləliklə, buradan belə nəticəyə gəlmək olar ki, kimyəvi reaksiyaları sürətləndirən və reaksiyadan sonra miqdarca dəyişməyən maddələrə katalizatorlar deyilir. Əgər reaksiya tənliklərinə diqqətlə baxsaq, görürük ki, reaksiyadan öncə biz mürəkkəb maddələr götürmüşük və bu mürəkkəb maddələri reaksiyanın sonunda parçalanaraq yeni maddələr əmələ gətirdiyini müşahidə edirik. Beləliklə, bir maddədən bir neçə yeni maddənin əmələ gəlməsi ilə nəticələnən reaksiyalara parçalanma reaksiyaları deyilir. Oksigen qazının toplanması ilə
tanış olaq. İki üsulla toplamaq olar. Birinci şəkildə göründüyü kimi, deməli, qaz aparan borunun ucu ağzı aşağıya çevrilmiş və içi su ilə doldurulmuş sınaq şüşəsinin içərisinə keçiribdir. Qaz aparan borudan çıxan oksigen qazı sınaq şüşəsinin içərisindəki suyu sıxışdırıb çıxarmaqla özü sınaq şüşəsinin içərisinə dolur. İkinci üsulda isə havanı sıxışdırıb çıxartmaqla oksigen qazını toplamaq olar. Bunun üçün sınaq şüşəsi ağzı yuxarı şəkildə yerləşdirilir və qaz aparan boru həmin bu sınaq şüşəsinin dip hissəsinə qədər yerləşdirilir. Oksigen qazı havadan ağır olduğu üçün o kolbanın, ağzı açıq kolbanın içərisinə dolacaq. Sənayedə isə oksigen qazını iki üsulla alırlar. Birinci elektroliz üsuludur, bu haqda artıq biz danışdıq. İkinci üsul isə mayeləşdirilmiş havadan alırlar. Bunun üçün havanı ilk növbədə tozdan, rütubətdən, karbon qazından təmizləyib, böyük təzyiq altında soyudaraq maye hala keçirirlər. Havanın mayeləşməsi -200 dərəcə Selsidə həyata keçirilir. Daha sonra isə mayeləşdirilmiş havanı tədricən qızdırırlar. -196 dərəcə Selsidə maye havanın tərkibindəki azot qaz halına keçərək buxarlanmağa başlayır. Temperatur -183 dərəcəyə çatdıqda isə oksigen qaz halına keçərək buxarlanmağa başlayır və beləliklə oksigen qazını toplayırlar. Deməli, təbiətdə ozon qazı günəş şüalarının təsiri ilə və yaxud şimşək çaxan zaman baş verən elektrik boşalmaları zamanı yaranır. Bu zaman oksigen molekulları atomlara parçalanar və yenidən bu atomlar öz aralarında birləşərək ozon molekulunu əmələ gətirir. Ozonu laboratoriyada isə ozonator adlanan cihazda almaq mümkündür. Bunun üçün ozonatorun bir tərəfindən qaz aparan boru ilə oksigen qazı verilir. Bura daxil olan oksigen qazı cihazın içindəki elektrik boşalması nəticəsində atomlara parçalanır və əks tərəfdən qaz aparan boru vasitəsilə ozon qazı çıxır. Eyni zamanda ozonu laboratoriyada almaq üçün baryum peroksidə qatı sulfat turşusu ilə təsir etmək olar. Bu zaman çöküntü halında baryum sulfat duzu əmələ gəlir, mühitdə su ayrılır və ozon qazı çıxır. Beləliklə, bugünkü dərsimizdə biz oksigen elementi, həmin bu element atomunun əmələ gətirdiyi bəsit maddələr və bu maddələrin alınma üsulları ilə tanış olduq. Bugünlük dərsimiz bu qədər. Növbəti dərslərimizdə görüşənədək.